Artıq 8-də Şuşa alınmışdı, 12-si may mənim kimi yadımdadır. Bu 4 mərtəbəli yaşayış binasıdır. Burada insanlar təzə köçmüşdülər bu evlərə. Artıq burada rayon rəhbərləri, Allah hamısını rəhmət eləsin, dünyasını dəyişənlərə. Xanlar Məmmədov, Səlim Səlimov, rayon icra komitəsinin sədri idi, Xanlar müəllim icra başçısı idi və İbadov Akif, rayonun baş həkimi İskəndərov Elçin və digər adamlar. Burada deməli buranı qərargah eləmişlər. Mən də buradaydım. Bir yerdəydik. Biz gecə buradan çıxırdıq, yəni nəzarət edirdik, görək kim var, kim yox belə. Çox çətin bir vəziyyət. Yəni burada biz qərargahıdır və burada tibb məntəqəsi yaradılmışdı. Mülki tibb məntəqəsi yaradılmışdı. Belə deyək də hospital. Ona da rəhbərlik eləyirdi Elçin həkim. Ancaq həkimlərin vardı bəzi həkimlər, amma bütün ağırlıq deyim ki sizə ki Elçin həkimdən Şakir həkim vardı. İsayev, səvinimsə soyadı İsayev. Qarışdağ kəndindəndir. İndi rayon mərkəzi xəstəxanasında nə sahə şurası həkimdir. Və onun burada çox zəhməti var. Mən həmişə deyirəm, o bütün mən hətta belə biraz səriştəm vardı o cəhətdən də. Mən ona kömək eləyirdim. Cərrahi əməliyyatlarda həkimlərə kömək eləyirdim. Şuşadan yaralılar gətirmişdilər çoxlu, Şuşa yoluna. Hərbiçilər var. Hətta bir Rus uşağı var idi, ağlayırdı ki, qoymayın mən öləm. Və ona elə bilginən ki, mən daha çox ona qayğı göstərdim ki, bu Rus millətidir, gəlib bizim Azərbaycanlı, onun da vətənidir də, vətəndaşdır. Məsələn, burada vuruşur. Və ondan başqa da çoxlu yaralılar gəldi. Çox yaralılar gəldi. Yəni, burada axırıncı günə qədər ancaq respublika səviyyəsində hakimiyyətlə, orqanla əlaqə yaratmaq mümkün deyil. İstərcəm, mənim adı yadımdadır, soyadı yadımdadır, Zərbəliyev soyadıdır. Prezidentin köməkçisi vardı, Zərbəliyev. Onunla danışırdılar, ancaq o cavab verdi. Sonra elə oldu ki, ayın 13-ü, 14-ü artıq o da cavab vermədi. Ondan sonra qaldıq belə, Xanlar müəllim icra başçısı çox çətinliklə istəyirdi ki, kiməsə məlumat versin ki, rayon artıq əldən gedir, ermənilər artıq qala dərəsinə çatıblar və s. da bizdə də qurbanca qalıb Laçın alayı. Laçın polisi də cənub tərəfdə, orada Səngərdədir, döyüşmürdədir. Və bu adam heç kəs cavab vermir telefonla, mən şahidiyəm. Sonra mən dedim ki, Xanlar müəllim, gəlin bir dənə dəftər açaq. Elçin həkim bir dəftər ilk mənim xəttimlə yazdım. Tarixi, nömrəsi, nə bilim, kimə zəng eləyib, kim cavab verib, nəticəsi nədir? Onların birinci doldu, ilk ad yazıldı. Allah ona kömək olsun, sağ değişdirmişəm. Professordur, alimdir, Səhi naziri. Özü əslən Səlyan rayonundan da mən sosial şəbəkədə ona rast gəldim. Google proqramında tapdım, adı vardı onun. Bu adam cavab verdi, çox yanıcılıqla nazir Elçin həkimə cavab verdi. Dedi, mən gedirəm prezident aparatına, gələm sizə xəbər edeyim. Sonra getdi, gəldi, sözündən bu çıxdı ki, yəni mənasız söhbətdir də. Sonra biz eşitdik ki, bizdə bir Abuşov Fazil vardı, Allah rəhmət eləsin, o çox cəsur adamdır və onun da ermənilər tərəfdə çox əlaqələri vardı, onun belə deyək də agentləri vardı. O da məlumatlı idi və Suruş adlı bir telefonçika vardı, dünyasını dəyişir, Allah ona da rəhmət eləsin. Telefonda o eşidib ki, Xanlar müəllimə deyirlər ki, artıq Laçının taliyi həll olunubdur, biz qoruya bilmirik. Onda o telefonçika qarmış eləyib onlara, qulaq asma ixtiyarı yoxdur ki, məcbur olub söyüb onlara ki, ay siz belə-belə olar, siz niyə Laçını belə falan. Mən demirəm, həmişə deyirəm, Laçını satmaq söhbətinə mən inanmıram, yəni dövlət səviyyəsində və yaxud da yuxarı iş alanda. Prosto sadəcə olaraq acizdir, sadəcə olaraq bacarıqsızdır, sadəcə olaraq belə işi bilməmək, nə bilim, siyasət yürütməmək nəticəsində bax o məsələlərdə biz məğlub olduq, Laçında biz ayın 16-sının gecəsi biz buradan çıxdıq. Həmin adamlarla birlikdə. Və çıxdıq, bax burada axırıncı biz burada olmuşduq. Yaralılara burada yüksək səviyyədə xidmət göstərdilər. Həmin o dəftəri də Elçin həkimi götürdü, apardı. Elçin həkim. Və burada da cəmaət də demək olar ki, az qalmışdı. Azdı, o klubun altındaydı cəmaət. Sonra biz getdik, mən getdim orada xəbər elədik ki, ay cəmaət, artıq rəhbərlik də çıxırdı. Kimin maşını varsa çıxdı, maşın olmayanlara da maşın olanlar kömək elədilər. Artıq ayın 17-si, 18-i günortadan sonra burada sakin qalmamışdı. Yəni ermənilər artıq günortadan sonra Qala Dərəsi istiqamətindən girmişdilər Laçına. Vəzifədə olarsa, vəzifədə olarsa, bəli. bacarıqsız olmaq olar, səriştəsiz olmaq olar, vətənpərvərlik, torpaq qiyməti.
hörmətini, qədrini bilmək, bu onlar üçün ötəri bir Yox, mən hissdir. üzr Yalnız istəyirəm. vəzifə hərcməcliyi. Yəni üzr istəyirəm. Sərhədsiz, səriştəsiz adam gedib məsələn lap başqa bir sahədə işləyə bilər. Müasib ola bilər, səhv eləyər debet kreditdə. Müəllim olar, yetişdirdiyi uşaq savadsız olar. Dövləti idarə Belə, etmək amma qəbul edilmiş iş deyil. dövlət işində işləmək üçün, yəni populist adamın başı çıxmır. Biz gördük də onları. Mən onların hamısını görmüşəm. Onların hamısının ünsiyyətdə olmuşam. Danışmışam, görmüşəm ki, bunların adicə sizə bir ayrı şey demirəm. Mən 93-cü ilin 92-ci ilin yayında prezident aparatına getmişdim. Mərkəzi qapıdan içəri girəndə sağ tərəfdə orada işte nə deyirlər o registratorda, registrasiya, qeydiyyat şöbəsi orada mühafizəçilər oturmuşdular. İnanırsınız divarda siqaret söndürmüşdülər. Yer hamısı zibil qabının yanı siqaretli. Divarda siqaret söndürmüşdülər. Siz fikir verin, mən prezident aparatına ondan sonra getməmişəm. Yəni inanmıram. Ondan qabaq mən getmişəm. Ondan qabaq 73-cü ildə getmişəm ora komsomol birinci təsdiq olmuşam orada. Mən görmüşəm ora necə təmiz, səliqəli, gözəldir. Öz yerini saxlayamayan bir adam, bir sistem. Siz təsəvvür edin ki, o ölkəni necə saxlaya bilər? Çox təəssüf ki, bizim həsrətlə ölənlər var. Bunların qanunu heç kəs bağışlayanmaz onlara. Söhbət şəhidlərimiz var bizim. Bizim Laçın həsrətlə ölən insanlarımız var, tanınmış adamlar var, ziyalılarımız var. Hamısı Laçın dərdindən öldülər, xəstəlikdən öldülər, yurtsuz, yuvasız. Laçında hər şərait olan adamlar getdilər yataqxana küncündə. Nə çətinliklə yaşadılar. Samira xanım, bunu insanlar bilirlər, bilənlər çoxdur. Qiymətləndirənlər də çoxdur, siz də bilirsiniz. Yəni o insanlar burada yaşasaydılar, Allah verən ömrü sağlam yaşayardılar. Bir müddət, məsələn, mən yenə həmişə təkrar edirəm, sevirəm o sözü. Təkrar etməkdən də çəkinmirəm. Bütün uğurun, uğursuzluğun arxası siyasətə bağlıdır. Yaxşı siyasət xalqı qoruyar, dövləti qoruyar. Pis siyasət dövləti yıxar. Biz onun şahidi olduq. İnsanların ən son arzusu doğulduğu torpaqda. Bəli, bəli. Biz tanıyırıq, tanınmış insanlar var, başqa ölkələrdə yaşayıb yaradılar, amma vəsiyyətlərində deməli doğulduğum torpaqda dəfn Bəli. Amma görün, nə qədər mənim qohumlarımdan da, nə qədər Laçınlılar Bakıda dəfn olunublar. Bakı da bizim vətənimizdir, yurdumuzdur. Amma mənim uşaqlıq xatirələrim, kimsə filosoflardan biri deyib ki, uşaqlığım mənim vətənimdir. Mənim uşaqlıq vətənimi əlimdən aldılar. Məni kimi də minlərlə insanları təkcə Laçında deyil ki, Laçında 63 min əhali var, indi 85 min əhali var. Ağdamlılar, böyük rayonlar var, Ağdam, Cəbrayıl, Füzuli, böyük rayonlar, dağ rayonları var, Laçın, Kəlbəcər, Zəngilan, ondan sonra bütün rayonlar. Yəni, bu söhbət bir adamdan, 5 ailədən getmir, bu millətin faciəsidir. Bu millətin faciəsinə səbəb olan insanlar var. Mən bəzən onların bəziləri var, mən görürəm onların da, valla mən utanıram. Mən heç vaxt yenə deyirəm, mən heç vaxt demərəm ki, Xalq Cəbhəsi satdı Laçını. Bu sözü mən dilimə gətirənlərəm, bu ağır ittihamdır. Bu gərək məhkəmə ilə sübut oluna kimə ki, satın. Satan gərək bir şey alsın da əvəzinə, bunu bilim. Amma məsələn, satmaqla mılıqlıq səviyyəsində torpağın işğal olunması elə nəticə eynidir yəni. Mən demirəmsə, amma nəticə odur ki, Laçın yoxdur. Nəticə odur ki, Qarabağ yoxdur. Və indi nəyə görə dilimiz dualıdır? Şəhidlərimizə rəhmət oxuyuruq, qazilərimizə biz minnətdarlıq borcumuz var. Qətiyyətli Ali Baş Komandana borcumuzu ifadə edirik ki, sağ olsun, var olsun. Qətiyyət yeridir. Siyasətlə Qarabağı qətiyyətsiz olsaydı, yenə də biz belə gedəcək. Danışıqlar olacaqdı. Ay sabah ATƏT belə olsun falan. O adam dedi, bəsdir də, səbrimiz tükənibdir. Mən bilirəm, o ha vaxt ki, barmağını silkəliyir Ali Baş Komandan. Hamısı həll olunur. Mən onu sınamışam. İnşallah barmağını silkəliyir, dedi televizordakı, biz Zəngəzur yolunu açacaq. Silah əliyin belə. O barmaq ki, qalxdı, o şimşət barmaqlar. O həll olunacaq. Mən ona 100% arxıyım. İndi siz də yaşayıb görəsiniz. İnşallah.